biz görürük ki, əgər Fatimə tanımasaydı, gedməzdi Əbu Bakır yanına xilafətin. O Fatimənin ki, gedib Əbu Bakıra mirasını istəməyi dəlildir ki, Fatimə radiyallahu anhə Əbu Bakırın xilafətini tanıyırdı. Gedib xəlifədən istəyir də. Yox, əgər Əbu Bakır xəlifə deyildi, Əli idi xəlifə, Əbu Bakır yanına üç gəlir, deyir ki, Əbu Bakır, atam mirası. Öyle deyərdi ki, evdə, ya Əli, atam mirasını ver. Lakin yox, əlini qoydu evdə. Bəs nə oldu? Gəldi Əbu Bakır yanına, çünki Əbu Bakır bildi ki, Əbu Bakır xəlifədir. Və bu dəlildir ki, Fatimə radiyallahu anhə Ömər bin Xattabın qaynanası Əbu Bakır xilafəti tanıyırdı. Gəlib ona görə onu dedi ki, Əbu Bakır dedi ki, bəs atamın mirası var idi. Gəlib ondan istədi. Bu dəlil dələ. Və salam qutardı. Şər, fəlsəfə və s. ehtiyac yoxdur. Hər şey aydındır, elhamdülillah. Və bu Vəhabi də güya bunların şeyxidir, öndə gedənidir, elm əhlidir, illərdir bunlara şeyxlik eləyib. Bunun verdiyi cavaba bax. Deyir ki, elə bu özü dəlildir ki, xanım Zəhra səlamullah əleyha mirası almaq üçün İmam Əlini əleyhissalam yanına yox, Əbu Bəkirin yanına gedib. Əgər İmam Əlini əleyhissalam xəlifə kimi tanısaydı, onun yanına gedərdi və deyərdi ki, atamdan qalan mirası ver. Özü də saniyələr sərf edir bu söhbətə, bəlkə dəqiqələr sərf edir bu söhbətə. Təkidlə çatdırmaq istəyir ki, xanım Zəhranın səlamullah əleyha Əbu Bəkirin yanına gedib irsi tələb etməsi onu göstərir ki, onu xəlifə bilirdi. Gör bunların məntiqinə, bunların düşüncəsinə baxın. Doğrudan da o bir söz var, çox gözəl deyilib. Bu kimi yerlərdə deyilib. Bunlar nə yeyib içirlər ki, belə danışırlar? Nə yeyib içirlər ki, bunların ağlına, məntiqinə, şuuruna bu cür təsir edir. Yəni adam düşünmür ki, ya da ona sual verənləri, ona qulaq asanları avam yerinə qoyur. Düşünmür ki, qayıdıb sənə deyərlər ki, dayı bu adam rəsmi olaraq xəlifə olub da, ordusu var bunun, adamları var, polisləri var. Kimin yanına getməli idi ki? Elə bil ki, belə deyək də bir prezident seçkisidir. Saxtakarlıqla bir nəfər prezident olub. Başqa bir nəfərə səs verən, başqa bir namizədin hansı ki səsləri saxtalaşdırıblar, həmin şəxs uduzan namizədin xanımı gəlib istəyir etiraz eləsin, desin ki, bizim səsimizi saxtalaşdırmışsınız, qaytarın səsimizi. Biz uduzmamışıq. Bu ərinin yanına getməlidir. Ərinin yanına gedib deməlidir, adi bir vətəndaşın yanına gedib deməlidir ki, sən prezident olmuşsan əslində və seçkiləri saxtalaşdırıblar. Sən prezident olmalısan. Qaytarın bizim səs haqqımız var bizim. Biz təzədən seçki istəyirik. Belə olmalıdır. Yoxsa getməli dövlətin yanına, prezidentin yanına şikayət eləməlidir ki, bizim səsimizi saxtalaşdırmısınız. Yəni bu nə məntiqdir? Adam bura qədər düşünə bilmir ki, heç adi insanlar qalsın kənara. Bu elm əhlidir güya. Elm əhlinin özü də bunların şeyxidir güya. Deyir ki, çünki Əbu Bəkirin yanına getmişdi, elə onu da xəlifə kimi tanıyırdı.